Əssalamu aleykum və rahmetullah və bərəkətuh. Şeyx, mən çox vaxt çörək yeyəndə bismillah deməyi yaddan çıxarıram. Bəzən lap gec yadıma düşür, 1-2 saat sonra. Buna günah varmı? Ümumiyyətlə, yaxşı olar ki, müstəhəbdir, bəyənilən əməldir. Bismillahla başlamaq. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yeyəndə bismillahla başlayırdı. Bəli. Necə ki, Abdullah bin Abbasın hədisində, Abdullah bin Abbas deyir ki, mən deyir, uşaq idim və yemək yeyərkən əlim yeməyin hər tərəfində gəzirdi. Yəni, harada yaxşı tikə vardı, onu götürürdü. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona nəsihət edib buyurur ki, deyir, ey oğlan, Allahın adını çək yeyəndə. Sağ əlinlə ye və qarşından ye. Önündən. Yəni, öz qarşından, önündən ye. Və bu göstərir ki, yəni, bismillah demək müstəhəbdir, bəyənilən əmrdir. Həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, bir hədisdə gəlir ki, deyir, bir insan əgər evinə girərsə, bismillah deyərsə, şeytan ondan uzaqlaşar, yəni həmən evə girməz. Əgər yemək yerində bismillah deyərsə, şeytan deyər ki, burada bizə yeyib içmək də yoxdur. Və həmçində demək, bismillah demək bərəkətin artmasına səbəbdir. Çünki Peyğəmbərimiz sallallahu deyir, Allahın adı ilə başlamayan hər bir iş yarımçıqdır. Və əgər yeməyin ortasında yadına düşürsə, o halda bismillah fi əvvəlihi və əxirihi, yəni müsəlman qalasında var bu. Əvvəlində də, sonunda da Allahın adı ilə desin və davam eləsin. Hətta məsələn, belə bir şey də məsləhət görmək olar. Məsələn, çox vaxt görürsən, yaddan çıxarmamaq üçün, ya da xatırlamaq üçün, məsələn, yazıb bir yerə yapışdırmaq olar. Yemək süfrəsinin arasında. Bəli, çox gözəl. Həm uşaqlara görə, evdəki, bismillah yazıb, yeməkdən əvvəl bismillah deyil və s. xatırlamaq kimi qoymaq olar.